Sabahınız xeyir Şahin əmi. Sabahınız xeyir də, sabahınız xeyir. Gecə saat 3. Şəhər şirin yuxuya dalsa da, futbol sevərlər üçün həyəcan indi başlayır. Bəlkə də çoxları üçün bu vaxt oyaq qalmaq çətindir. Amma söhbət futboldan gedirsə, yuxusuzluq da, yorğunluq da unudulur. Yol boyu pəncərələrdən yanan işıqlar göstərir ki, bu gecə milyonlarla azarkeş bizimlə eyni həyəcanı yaşayacaq. Gecənin bu vəddəsində yola çıxmağımızın əsas səbəbi 2026-cı il futbol üzrə dünya çempionatının keçirilməsidir və onun coğrafiyasıdır. Bildiyimiz kimi oyunlar Amerika Birləşmiş Ştatları, Meksika və Kanadada keçirilir. Saat fərqi, uzaq məsafə bizim bu saatda iş başında olmağımızı tələb edir. 20 iyun tarixini yaşayırıq və bir neçə saatdan sonra qardaş Türkiyə millisi ilə Paragvay komandası üz-üzə gələcək. Reportaj efirə gedəndə isə artıq oyun bitmiş olacaq, nəticələr də bəlli. Təbii ki, bu cür futbol həyəcanının səsləri ilə bizə hiss etdirənlər isə şərhçilərdir. Bugün isə bizim bu oyunun bələdçisi, hər birimizin tanıdığı və xüsusən də futbol sevərlərin çox yaxından tanıdığı Pərviz Musayevdir. Pərviz Musayevlə görüşəcəyik, daha sonra isə işə birlikdə yollanacağıq. Biz yolda ikən Pərviz də son hazırlıqlarını görür. Çayını içə-içə oyunun vacib qeydlərini nəzərdən keçirir. Şəhərin sakit mənzərəsini seyr edə-edə nəhayət mənzil başına çatdıq. Pərviz, futbol üzrə dünya çempionatı fərqli qitədə keçir. Amma təbii ki, bu rejimdə çalışmaq da şərhçilər üçün hər hansı bir problem yaratmamalıdır. Təəssüratları bölüşək bizimlə. Düşünmürəm ki, belə bir problem olacaq və biz dünya çempionatının saatlar, başlama vaxtları baxımından oyunların hər halda işimizi buna uyğun nizamlayırıq. Ən azı yuxu məsələlərini buna uyğun nəzərə alırıq təbii ki və heç bir halda nə məndən digər şərhçi həmkarlarım heç bir halda tamaşaçı hiss etməməlidir ki, biz yuxuluyuq. Və nəhayət ictimai televiziyanın binasına çatırıq. Hava da artıq aydınlanıb. Pərviz bəy, bugünkü oyuna demək olar ki, çox az vaxt qalıb. Gözləntilər necədir? Mən inanmaq istəyirəm və inanıram da ki, Türkiyə Yamal komandası ilk maçla müqayisədə bugün daha yaxşı oynayacaq. Ən azından bəli, Avstraliya ilə qarşılaşmada da Türkiyə Yamal komandası daha çox hücum elədi, daha çox topa sahib oldu, amma qapanan bir komandaya qarşı, əks hücum üzərində oyunu quran bir komandaya qarşı təəssüf ki, istədiyini ala bilmədi, əks hücumda yaxalandı, amma hər halda Paragvay ilə